Mənim əzizlərim, salam. Eman mətbəxinə xoş gəlmisiniz. Bu videoda evdə pendir hazırladım. Niyə? İndiki vaxtda biz hər bir ərzaqdan ehtiyat eləyirik və bu pendir onlara da aiddir. Çiğ süd yox, bişmiş süddən hazırlanan pendir. Və bir dənə baxın görün necə doğranır, nə ovulmur və çox ləzzətlidir. Rayondan südlə qatıq pay gəldi. Çox düşünmədən qərara gəldim ki, bu videonu hazırlayım. Südü boşaldıram qazana və qoyuram qaynamağa. Bu pendirin üstünlüyü nədir? Əvvəla bilirik ki, artıq süd çiğ qalmır. İkinci də dadı. Üçüncü də onun doğranma qaydası. Pendiri doğrayanda, pendir ovulmayanda o çox gözəl görsənir. Südü qoydum qaynamağa. Süd qaynara düşənə qədər pendir üçün maya hazırlayıram. Bir qabın içinə qatıq, yumurta, duz əlavə edib yaxşıca çalıram. Süd artıq qaynadı və qaynayan südün içinə hazırladığım mayanı əlavə edirəm. Qarışdıra və əlimi buraxmıram. Tam pendir yığılana qədər mən bu məhlulu qarışdıracağam. Süd çürüdü, amma hələ hazır deyil. Məhlul tam qaynara düşdü. Mən biraz da gözləyirəm. Çox gözəl. Hamısı yığılıb və mən bunu yoxlayıram. Əgər əlimə yapışmırsa, deməli artıq mən bunu süzə bilərəm. Artıq bərkiyib. Pendiri təmiz süzdüm və mən indi bu torbanı, bax bu aş üzərində qoyub, üstünə ağır bir şey də qoyacağıq ki, təmiz suyu süzülsün. Fikirləşərsiniz ki, bu boyda əziyyət nəyə lazımdır? Hazır satışda o qədər pendir var. Amma mən bilirəm artıq bu pendirə zamanət var. Südü çiğ deyil və o südün tərkibində heç bir mikrob, virus yoxdur. Pendirin suyu süzüldü. Mən pendiri çıxardıram. Və pendiri doğrayıram. Pendir tam mən istədiyim kimi alınıb, çox gözəldir, çox dadlıdır. Doğranmağı da çox rahatdır. Baxın görün, bu ona görə ki, bu pendirin südü bişib. Bu pendir hazır olandan sonra inanılmaz dadı var. Hazırlasaz, siz özünüz də əmin olacaqsınız.
Hal-hazırda indiki vaxtda özünüz evdə çörək bişirirsiniz. Özünüz evdə başqa ərzaqlar hazırlayırsınız. Bu cür nə videonu çəkdim, bir fikir olsun. Artıq evdə də özünüz pendir hazırlaya bilərsiniz. 10 litr süddən 1 kilo 600 qram pendir alındı. Buna da duz səpirəm və düz bir həftə soyuducuda saxlayacağım. Bir həftə keçdi və mən indi pendir üçün su hazırlayacağım. Qaynar suyun içinə duz əlavə eləyirəm, şəkər əlavə edirəm. Yaxşı qaynayandan sonra yaxşıca soyuduram. Şərtidir ki, bu su buz kimi olsun. Su soydu, hazırdır və mən pendirləri yığacağım qabın içinə. Fikir verin, pendir tam mən istədiyim kimi bərk pendir alındı. Əgər siz də mənim kimi, bax bu cür nə gözəl, dadlı, bərk pendir yemək istəyirsinizsə, siz nə edirsiniz? Təmiz rayon südündən pendir hazırlayırsınız, onu bişirirsiniz və mən hazırladığım maya kimi hazırlayıb əlavə eləyirsiniz qaynayan südün içinə və sizin bu cür gözəl pendiriniz alınacaq. Bir həftə pendir duzla qalandan sonra pendir bir həftə duzla birlikdə soyuducuda qalandan sonra bax təzdən o qədər su çıxdı onun canına. Amma təzdən o suyu pendirin özünə qaytarmıram. Pendir üçün hazırlanan suyu əlavə eləyirəm pendirlərin üstünə. Ağzını bağlayıb qoyuram sərin yerə. Düz bir ay pendir ta ki dəyənə qədər. Hazırladığım pendir artıq hazırdır. Güman edirəm ki, video baxıb siz də hazırlayacaqsınız. Amma inanınız ki, həqiqətən çox dadlıdır. Sizlərə uğurlar olsun. Dəqiq ölçülər, ləziz taamlar, maraqlı videolar kimin kanalında? Elmira Qadirovanın YouTube kanalında.